Döyüşçülərimizin ataları, qəhrəman döyüşçülərimiz hər birimizin qarşısında baş əyirəm. Misal, səni təbrik edirəm. Sən dünyanın ən xoşbəxt insanısan. Ona görə ki, sənin yanında vətən uğrunda can verən qəhrəmanlarımızın, qəhrəman valideynləri sənin doğum gününə yığışıb. Sənin həyatında bundan artıq xoşbəxt, xoş gün ola bilməz. Allah övladları saxlasın, onların xeyir işlərini görəsən, onlar da vətənə şərəflə xidmət eləsinlər. Bilirsiniz ki, Cəlilabad beləsi var, ayrılmaz bir parçadır. Yəqin ki, böyüklərimiz daha yaxşı bilir ki, beləsi var, Cəlilabad həmişə bir yumruq olub, bir olub. Vətən müharibəsində istər beləsi var olsun, istər Cəlilabad olsun, misilsiz xidmətlər ediblər, can qoyublar, can veriblər. Mən şəhid analarımızın, şəhid atalarımızın, qazilərimizin o qədər böyük bir, yüksək bir zirvəyə ucalmağın, onu Allah onlara nəsib edib, onlara o zirvəni qismət edən onların qəhrəman övladlarıdır. Birinci Qarabağ dövründə yəqin ki, qəhrəman döyüşçülərimiz daha yaxşı onu bilirlər ki, bizim mənfur düşmən tərəfindən Azərbaycanda Kəlbəcər rayonuna helikopter göndərilib ki, orada qadınlar təxliyə olunsun. Amma biz həmişə humanist xalq olaraq biz elə bilmişik ki, düşmən də olsalar, onlar birinci qadınları təxliyə edirlər ki, bəs onlar çətinlik çəkməsin, ancaq lənətə gəlmiş düşmənlər onları əks istiqamətə aparır, Ermənistan ərazisinə aparırlar ki, onların bilirsiniz ki, talihi bugün də bəziləri məlumdur, bəziləri də hələ ki məlum deyil. Amma o cür qəhrəmanların, o cür igid qeyrətli analarımızın, bizim Kəlbəcər dağlarından övladı ilə özünü qayadan atan analarımız, bacılarımız var. Həmin namussuz sizin kimi qeyrətli anaların, qeyrətli ataların övladları geri qaytardı. Bu günləri Azərbaycan artıq vahid bir dövlətə çevrilir. Tam ərazi bütövlüyü bərpa olunur. İnşallah ki, yaxın vaxtda sizin o iz qoyduğunuz Qarabağ torpaqlarının azadlığı uğrunda inşallah ki, Zəngəzur yolunda öz tarixi, əbədi tarixə qovuşacaq. Bunu bir daha Azərbaycan xalqı yenə də qeyd edəcək. Bir gün həyata gələn insan bir gündə dünyasını köçüb gedəcək. Kimi əbədi tarixdə qalacaq, kimisə bir həftə, 5 gün, 10 gün yaxınlarının qəlbində yaşayıb dünya yenə də yaddan çıxacaq. Amma bu günləri qəhrəman şəhidlərimiz əbədi yaşayacaq. Beləsivar rayonunun aşağı Cürəli kəndindən olan bir qəhrəman ailə mənim yaxın ayrılmaz bir parça hissəmdir. Kəlbiyevlər ailəsi, onlar bilirsiniz ki, Faiq əmi həmi qardaşı şəhid olub, həm yeznəsi şəhid olub, həm övladı şəhid olub. Hər birinizin qarşısında baş əyirəm.